Huşə 3-cü fəsil. Huşə və vəfasız qadın. Rəbb mənə dedi, get yenə də aşnasının sevdiyi zina eləyən qadını sev. Necə ki, Rəbb İsrail övladlarını sevir. Onlarsa başqa Allahlara üst tutur və bunlara təqdim edilən üzüm köşələrini sevir. Mən də qadın özüm üçün 15 gümüşə və 1 yarım xomer arpaya satın aldım. Ona dedim, uzun müddət mənim yanımda qal. Başqa bir kişi ilə olub zina eləmə. Mən də səndən belə rəftar eləyərəm. Ona görə ki, İsrail övladları uzun müddət padşah və başçı, qurban və müqəddəs daş, efod və ev bütləri olmadan yaşayacaq. Sonra İsrail övladları dönüb özlərinin Allahı Rəbbi və padşahı Davudu axtaracaq. Axır zamanda lərzə içində Rəbbə və onun xeyirxahlığına doğru yönələcəklər.